Məsələn, bu stakan 10 manatdır, düzdür. Amma mən bunu 3 manata almışam. Deyəcəklər, necə almısan 3 manata? Deyəcək, mənim qovumum idi, tanışım idi, dostum idi. Ya o momentdə bir endirim var idi, nə bilim nə var idi. Heç kim bunu əsaslandıra bilmir. Çünki bugün bu Türkiyədə 10 manatdırsa hər yerdə, yəni sən bunu 3 manata ala bilməzsən. Sən bunu 3 manata ala bilməzsən. Bu reallıqdır. Amma bunu götürüb 3 manata yazıb, getirib, danışıb, razılaşdırıb istəyir ki, bu 3 manatdan məsələn 18%-i nə qədər ödəsin? 54 köpük. 10 manatdan 18% 1 manat 80 köpük olacaq. Yəni burada 54 köpük ilə 1 manat 80 köpüyün arasında büdcəyə 1 manat 25 köpük çatmayan pul var, vəsait var. Şahin Bağırovun da məcburdur ki, bunu araşdırsın, bunu getirsin, tənzimləsin, qoysun yerinə. Sahibkar zavodun aldığı yerin sənədini verir, telefonunu verir. Deyir, sənə lazımdırsa, mən əgər oradan 1 manat qazanıramsa, vergi eləmi? Verin, sizə də o maşın gətirib, siz də qazanın. Yox, o biraz belə şeylərdir. Yəni, bazarda necə ola bilər bəs? Onun arxasına gedəndə, yəni, bazarda bilirsiniz, bu malı onda sən satmalısan, bu 1 manatlıq malı 2 manata da, yəni 1 manat 30 köpüyə, 1 manat 20 köpüyə. Yəni, bugünkü gündə mal, tavan naçenka deyirlər, mal deyək ki, maya dəyərinin üstünə gələn xeyir, yəni 15-20% civarındadır hər bir malda. Yəni siz 1 manat 20 köpüyə getirdiyiniz mal, siz də satırsınız 1 manat 40 köpüyə, 1 manat 30 köpüyə. Bu 10 manat olanda, bu deməli, paravoz, burada İndi çox az elə bir fərq var. İndi kimsə ola bilər, mən demirəm. Ya onun üzərindədir. Ya reallıqda... Amma əksərən istənilən sahibkarın invoisu maksimum artırılır. Onlar bilirsiniz necə artırırlar. Mən sizə deyim, mən kömürlük sistemini müşahidə eləmişəm. Onlar artırırlar. Məsələn, tutalım, kimsə getirib bundan qabaq o malı 5 manata getirib. Siz əgər getirib bəyan edirsiniz ki, eyni identik malı 3 manata, o deyir ki, yox, 5 manata burada qeydiyyata düşüb, sən 3 manata getirə bilməzsən və onun üzərində gedir mübahisə. Əgər reallıqda sübut eləyə bilirsənsə, sən 3 manata da çıxartırsan. Yəni, o hal mümkündür.